Saray qəsəbəsinin sakinləri hər gün su və kanalizasiya sistemi ilə bağlı çətinlik çəkirlər. Hər iki xəttin çəkilməsi üçün 1000 manat tələb edilir. Hazırda əməkdaşımız Jalə Qəhrəmanlı həmin ərazidən bizimlə canlı bağlantıdadır. Buyur Jalə, söz səndə. Salam sahibə, hər vaxtınız xeyir. Bəli, biz hazırda Abşeron rayonunun Saray qəsəbəsi Məhərrəm Seyidov küçəsindəyik. Qaynar xəttimizə daxil olan müraciət əsasında bu ünvandayıq. Belə ki, sakinlər bildirir ki, burada uzun illərdir davam edən kommunal problemləri onların gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə yay mövsümünü nəzərə alsaq, vəziyyətin nə qədər ağır olduğunu anlamaq elə də çətin deyil. Sakinlər günlərlə susuz qalırlar və bununla yanaşı elektrik təchizatında yaşanan problemlər vəziyyəti daha da ağırlaşdırır. Belə ki, onlar yayın istisində sözün əsl mənasında suya və işığa həsrət qalıblar. Sakinlərin iddiasına görə içməli su bəzən 5-6 gün ərzində ümumiyyətlə verilmir. Bu səbəbdən gündəlik tələbatlarını ödəmək üçün suyu pulla almağa məcbur qalırlar. Bir daha xatırladım ki, biz hazırda Abşeron rayonunun Saray qəsəbəsi Məhərrəm Seyidov küçəsindəyik. Sakinlərin qaynar xəttimizə ünvanladığı şikayət əsasında bura gəlmişik. Burada sakinlər ümumi kommunal problemləri ilə bağlı əziyyət çəkirlər. Digər narazılıq isə kanalizasiya sistemi ilə bağlıdır. Belə ki, hazırda ərazidə kanalizasiya xətti çəkilir. Lakin həmin xəttə qoşulmaq istədikdə onlardan 1000 manat ödəniş tələb olunduğu iddia olunur. Sakinlərin sözlərinə görə su, işıq və kanalizasiya problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də indiyədək konkret nəticə əldə olunmayıb. Elə indi isə şikayətçilərdən biri yanımdadır. Gəlin, illərdir üzləşdikləri bu problemləri və gündəlik həyatlarında bu problemlərin gündəlik həyatlarına necə təsir etdiyini elə onların öz illərindən eşidək. Buyurun, sizi eşidirik. Sağ olun. Deməli, biz bu bağ masivinin sakinləri olaraq ümumi kommunalda nəzərə çəkirik. Kanalizasiya xətti, su, işıq. İşıqda nolda da faza var. Hansı ki, rubilnik söndürsək belə yenə şotik durmadan pul yazır. Su, demək olar, mütəmadi su yoxdur burada. Bir günün 1 saati olar, 3 gün olmaz. Yaxud növbəti 3 gündən sonra 5 dəqiqə, 10 dəqiqə olar. Yenə su almaq məcburiyyətindəyik. Yaydır, uşaqlı ailə, xəstə olan ailə. Yəni, şəraitsizlikdir. Qalır kanalizasiya xətti. Kanalizasiya xətti hazırda yolun bir məhlənin həm ön, həm axırında var. Baxmayaraq bu məsafə 500-600 metr məsafədir. Oradan bizim ünvanlara, hansı ki mənzillərə çəkilməsi üçün bizə 1000 manat tələb olunur. Və bu 1000 manat ümumi məhlə adına deyil, hər evə 1000 manat tələb olunur. Bunu kimə lazımdır, nəyə lazımdır bilmirəm. Amma bizim kimisə büdcəsini doldurmaq kimi niyyətimiz yoxdur. İstəyirik ki, biz bu barədə bir tədbir görürüz. Təşəkkür edirik. Belə sahibə, hələlik mənim sizə çatdıracaqlarım bunlar idi. Buyur, söz yenidən səndədir. Təşəkkür edirik Jalə. Xatırladaq ki, studiyamızla canlı bağlantıda əməkdaşımız Jalə Qəhrəmanlı idi.